Uşaqlarımızın böyüyüb inkişaf etdiyi dünya necə bir yerdir? Hər gün onları əhatə edən münasibətlər, qarşılaşdıqları insanlar, yaşadıkları mühit, bütün bunlar onların kim olduğuna və necə olacağına necə təsir edir? Və ən əsası, əgər buna ehtiyac varsa, biz bu mühiti necə dəyişə bilərik? Elə haqqında danışdığım alim də ekoloji sistemlər nəzəriyyəsini məhz bu sualların cavabını axtarmaq üçün yaradıb. Ona görə də bu hissəni diqqətlə dinləyin. Hamı dünyanı dəyişmək istəyir. Amma bunu necə etmək lazım olduğunu çox az adam bilir. Psixoloq Yuri Bronfenbrenner də inanırdı ki, əgər insanların yaşadığı mühit və əhatəsindəki insanlar dəyişərsə, onların həyat tərzi də dəyişə bilər. Bu nəzəriyyə 5 əsas sistemi bizə təqdim edir. Bu sistemləri daha yaxşı başa düşdükcə, uşağımızın hər addımını, hər düşüncəsini və hər bir sualını yeni gözlərlə görməyə başlayacağıq. Uşaqların daxili dünyasına açılan bu qapılar bizim valideynlik və ya müəllimlik yolumuzda ən güclü silahımız olacaq. Bilirəm ki, uşaqlarımız üçün ən yaxşısını istəyirik. Amma bəzən hansı yolu seçəcəyimizi bilmirik. Bugün biraz da olsa bu sualların cavabını axtarmaq üçün bələdçilik edəcəm. Ekoloji sistemlər haqqında məlumatlı olmağın bizə qatdığı əsas dəyər də elə budur. Uşağın tam potensialına çatması üçün onun mühitinin rolunu öyrənmək. Lazım gələrsə, kiçik addımlarla bu mühiti dəyişə bilmək. Bu sistemlər mikrosistem, mezosistem, eksosistem, makrosistem və xronosistem adlanır. İlk olaraq uşağa birbaşa təsir edən mikrosistem gəlir. Dünyadakı bütün uşaqlar onların yaşayacağı təcrübələrə birbaşa təsir edən mikrosistemdə doğulurlar. Bu sistemin onların valideynləri, nənə və babaları, dostları təşkil edir. İndi gəlin hər birimiz bir anlıq öz uşaqlığımızı xatırlayaq. Bəlkə də siz həmin dövrdə bir ağacın altında oynayırdınız ya da dostlarınızla vaxt keçirirdiniz. Ola bilər ki, valideynlərinizə ev işlərində kömək edirdiniz, bacı və qardaşlarınızın qayğısına qalırdınız. Hər bir kiçik məqam, hər bir təcrübə sizin şəxsi inkişafınızı formalaşdırıb və bugünkü sizi yaradıb. Eyni ilə uşaqlarımızın həyatı da bu təcrübələrlə formalaşır. İkinci sistemdə uşağın ətrafında olan insanların arasındakı bağlantılar yer alır. Bura onun həmyaşıdları ilə qurduğu münasibətlər, valideynləri və müəllimləri arasındakı bağlantılar daxildir. Daha sonra valideynlərin öz müdirləri, dostları və ünsiyyətə girdiyi digər insanlarla olan münasibətlər gəlir. Bunun ardından bütün bu sadaladıqlarımıza təsir edən mədəniyyət, inanc sistemi, sosial normalar öz yerini alır. Bu modeldə son olaraq insanın həyatı boyunca hər şeyini dəyişdirən, həyatının bütün tərəflərinə təsir edən zaman yer alır. İndi də gəlin bu sistemlərə real nümunələr əsasında nəzər yetirək. Həm oxuduqlarım, həm də yaşadığım təcrübələr göstərir ki, elmi tədqiqatları və nəzəriyyələri nümunələr üzərindən izah edəndə bu dinləyicilər üçün daha anlaşıqlı və asan olur. Belə olan halda haqqında danışdığımız nəzəriyyəni bir nümunə üzərindən anlatmağım daha düzgün olardı, deyilmi? Gəlin bu nəzəriyyəni sadələşdirmək üçün xəyali bir oğlan uşağı yaradaq. Təsəvvür edin ki, 8 yaşlı bu uşaq kiçik bir kənddə doğulub və bu yaşına qədər də həmin bu kəndin sərhədləri daxilində böyüyüb. Sonradan ailəsi ilə birlikdə daha yaxşı imkanlar axtarışında şəhərə köçüb. Onun həyatı ekoloji sistemlər nəzəriyyəsində təsvir edilən müxtəlif səviyyədəki sistemlərin təsiri altında dəyişir. Yuri Bronfenbrenner düşünürdü ki, həyatı stabil olmayan, müxtəlif səbəblərdən tez-tez dəyişən ailələrdən olan uşaqlar məktəbdə daha çox neqativ hallarla və ya pis təsirlərlə qarşılaşırlar. Nəticədə mənfi mikrosistemdə böyüyən uşaq uğur qazanmaqda çətinlik çəkir. Gəlin nümunə üzərindən davam edək. Bayaq təsəvvürümüzdə yaratdığımız bu oğlan kənddə doğulmuşdu. Burada təbiətə yaxın, nisbətən sakit kənd mühiti onun mikrosistemini təşkil edirdi. Ailəsi kənddə çox sıx əlaqələrə sahib idi. Qonşular bir-birinə məişət işlərində köməklik göstərirdi. Amma şəhərə köçdükdən sonra hər şey dəyişdi. Yeni mühit bu oğlana yad idi. İnsanlar daha çox məşğul və laqeyd görünürdülər. Bu oğlan öz yeni məktəbində əvvəlki dostlarını çox axtarır və yeni sinifdə özünə yer tapmaqda çətinlik çəkirdi. Sinif yoldaşları isə şəhər həyatına daha yaxşı uyğunlaşıblar və bizim qəhrəmanımız bəzən özünü tənha hiss edir. Bayaq dediyim kimi, nəzəriyyədə mezosistem uşağı əhatə edən müxtəlif mühitlərin arasındakı qarşılıqlı əlaqəni təmsil edir. Məsələn, ana və ya ata ilə məktəb müəllimləri arasındakı münasibət. Valideynlər müəllimlə anlaşmırsa, uşaq bundan əlbəttə ki, əziyyət çəkəcək. Bizim qəhrəmanımızın mezosistemi də bu dəyişikliklərdən təsirlənir.
Valideynləri şəhərə köçdükdən sonra onların evlə iş yeri arasındakı hər gün qət etdikləri məsafə xeyli uzaq idi. Evdən sübh çağı ayrılan valideynlər yalnız hava qaralanda qayıda bilirdilər. Uşaqları ilə daha çox zaman keçirmək imkanları azalmışdı. Bunun üçün onlar məktəbdə övladlarının təhsili ilə də yaxından maraqlana bilmirlər. Müəllimlər isə ailənin bu çətinliklərini tam anlamırlar. Bu da 8 yaşlı oğlanın məktəbdə daha çox çətinlik yaşamasına səbəb olur. Gəlin biraz da ekosistem barədə danışaq. Bu sistem uşağı özünə birbaşa daxil etməyən sosial mühitlər arasındakı əlaqələri əhatə edir. Məsələn, uşağın evdə yaşadığı təcrübələr valideynlərinin işindən təsirlənə bilər. Əgər valideynlərdən hər hansı biri işində ciddi problemlər yaşayırsa, bu vəziyyətin evdə valideynlər arasında mübahisə yaratma ehtimalı var. Bu da müəyyən bir müddət ərzində olsa belə, valideynlərin uşaqla münasibətində dəyişikliklərə səbəb olacaq. Beləcə, ailə daxilində baş verən gərginliklər bizim qəhrəmanımıza da təsir edir. Şəhərdə həyat daha rəqabətlidir. Ailəyə vaxt ayırmaq əvvəlki kimi asan deyil. Bu səbəbdən evdə tarazlıq pozulur və daha çox mübahisə yaranır. Bu mübahisələr uşağı narahat edir və o, valideynlərin arasında olan gərginliyi əlbəttə ki, hiss edir. Bu, onun özünü evdə də, məktəbdə də narahat hiss etməsinə səbəb olur. Kənddə böyüyən bu oğlan şəhərdəki sürətli həyat tempinə alışmaqda çətinlik çəkir. Yeni qonşularla, sinif yoldaşları ilə ortaq maraqlar tapmaq onun üçün heç də asan deyil. Şəhərin daha çox qayda-qanun tələb edən mühiti onu gərginləşdirir. Bu, cəmiyyətin daha fərqli mədəniyyətini qəbul etməkdə yaratdığımız xəyali qəhrəmanın yaşadığı çətinliklərin yalnız bir hissəsidir. Bronfenbrenner bu mühiti makrosistem adlandırır və bu sistem uşağın coğrafi yeri, etnik mənsubiyyəti kimi bütün digər sistemlərə təsir edən ümumi mədəniyyəti təsvir edir. Əgər bu sistemə 8 yaşlı həmin uşağın gözü ilə baxsaq, bu həm də o deməkdir ki, onun ailəsinin yeni mühitdə yad olma ehtimalı daha yüksəkdir. Beləliklə, uşağın bioloji potensialından və ya tərbiyəsindən asılı olmayaraq, makro səviyyədə o hələ də əlverişsiz vəziyyətdə qalır. Nəhayət, bu sistemlərin sonuncu halqası olan xronosistem haqqında danışaq. Xronosistem uşaqda və ətraf mühitdə zamanla baş verən dəyişiklikləri təmsil edir. Bizim qəhrəmanımızın həyatında da zamanla bir çox dəyişikliklər baş verir. Onun ailəsi şəhərə köçdükdən bir müddət sonra həyatın normal axarına düşəcəyinə ümid edir. Belə ailələrdəki uşaqlar bir neçə ildən sonra ola bilsin ki, hadisələrin necə getdiyi ilə barışır. Yaxud da ailədəki gərginlik və problemlər zamanla azalsa belə, uşaq yeni mühitdə özünü tapmaqda bir müddət çətinlik çəkəcək. Bronfenbrennerin nəzəriyyəsinə əsasən, uşağın həyatını yalnız onun genetikası formalaşdırmır. Onun inkişafı, daxil olduğu mühit və qarşılaşdığı vəziyyətlərin nəticəsidir. Kənddən şəhərə köçən 8 yaşlı oğlan üçün cəmiyyətin və ailəsinin dəstəyi onun uğurlu böyüməsi üçün həlledici rol oynayır. İndi isə gözlərinizi yumun və təsəvvür edin. Uşağınız bir toxum kimi torpaqda əkilib. Bu toxumun böyüməsi üçün yalnız su və günəş kifayət etməz. Onun ətrafında hansı bitkilər var? Torpağının tərkibi necədir? Böyüdüyü mühitdə küləklər necə əsir?